Salam əziz izləyicilərim. Bu günləri Temudan sifarişlərim gəldi. Sizinlə açıb paylaşmaq istədim. Qızımın deməli 2 dənə sifarişi var idi. Adı günü üçün seçmişdi. Biz gözlədiyimizdən daha tez gəlmişdir. Çox qəşəng, yəni belə deyim də gözləmədiyim dərəcədə mükəmməl gəlmişdir. Qızım deməli bir mikrofon, yəni kolonkası ilə 2 mikrofonu olub, bir dənə kolonkası. Üzündəki şəklini görüb heyfslənmişdim korobkasında. Dedim ayda bir dənə mikrofonlu gəldi. Amma içərisini açıb baxdım, gördüm ki 2 dənə mikrofon çıxdı və sevindim. Həqiqətən də ki uşaqlarımın istədiyi çıxdı. Burada zaryadkaları yoxdur. Mən zaryatkaya qoydum. Mikrofonlar da zaryatkaya qoyulur və kolonkası da, bu da USB-sidir. Qoyandan sonra çox qəşəng həm səsi, həm echo verilir, belə səs uzadılır. Kolonkası çox qəşəng idi. Səs tembrləri belə deyim çox aydın, səlis çıxırdı. Burada uşaqlar məktəbdədir. Getdim, götürdüm sifarişlərimi. Orada yəni mikrofonudur, səslərdir, azaldıb çoxaltmada hamısı çox gözəl şəkildə, yəni tənzimləmək mümkündür. Dedim bunları zaryatkaya qoyaram. Sonra sizin üçün də bunlar bir ayrı bir videoda parti 2 kimi çəkib paylaşacağım inşallah Allahın köməkliyi ilə. Bir də qızım platya sifariş eləmişdi, istədi. Onun istədiyi sifariş, yəni platya bitmişdi uje stokda. Belə bir yubka kofta götürdük. Bu sırf letni, yəni necə deyək, sərin, çox gözəl sərin bir materialı var. Yəni mən deyirdim çox sintetik gələr. Çox narahat idim parçasından. Çünki uşaq özü istəyib. Sonra yay üzərində giyinəndə yəni uşaq səpə bilər, narahat ola bilər istiliyindən, yəni yandırıcı bir malı ola bilər deyə. Amma çox qəşəng, sərin, ləzzətli bir parçası var idi. Yəni bunun böyük olsaydı, yəni platya formada çox xoşuma gələrdi. Göz haqqınızı halal edin, yorum yazmağı unutmayın, like atmağı da unutmayın əziz izləyicilərim.